أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم بسم الله الحمد لله والصلاة والسلام على رسول الله رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من lisani yafqahu qawli. Bir 5-10 gün öncə Türkiyənin Bingöl şəhərindən bir müsəlman belə bir sual verdi və xahiş etdi. Mən də ona söz verdim ki, bu barədə bir səsli dərs edərəm. İnşallah paylaşarsınız. Sonra baxdım ki, bu mövzu da burada da var. Mövzu nədən ibarətdir? Türkiyədə bu mövzu məşhur mövzudur. Burada yox idi. Burada gəlib çıxıb. Burada da bu insanların içərisində danışılır. Türklər belə deyirlər buna, anlaşmalı boşanma. Küfürdür yoxsa yox. Nəyə qəsd edirlər? Anlaşmalı boşanma, yəni bir müsəlman ailə, qadın kişi şəriət qaydaları ilə boşanıblar. Lakin dünyavi sistemin qeydiyyatında bunlar evlidirlər. Yəni əqidləri var, bizdə zaks deyirlər. Gedirsən məhkəməyə, pozdurursan bunu. Və belə qənaətə gəliblər və belə iddia edirlər ki, əgər biz şəriətlə boşanmışıqsa, artıq biz ərəvat deyilik. Və gedib o həmən sənədi, vərəqi, əvraq deyirlər türklər. Biz zaks kağızı deyirik. Bunu oradan pozdurmaq, ona mühakimə olmaq deyil. Çünki biz artıq aramızdakı ixtilafı çözmüşük. Sadəcə kağızı pozdurmaq üçün gedib müraciət edirik. Mühakimənin adını dəyişib müraciət edirlər. Bu vəziyyətdə bu küfür olmur. Və bütün bu mövzunun da üzərində dövr etdiyi əsas, bunların iddiası, düşüncəsi, fikri, şübhəsi, əsası, səbəbi ondan ibarətdir ki, deyirlər Quran ayətlərində Allah subhanahu wa ta'ala ixtilaf vaxtı Allahdan qeyrisinə dönməyə küfr adlandırıb. Misal üçün, Nisa surəsində 59-cu ayətdən 65-ə qədər ayətlərə baxırsan, tağuta mühakimə ilə bağlı, həkimiyyə tövhidi ilə bağlı. Allah subhanahu wa ta'ala deyir ki, فَاِنْ تَنَعْزَعْتُمْ فِي شَيْءٍ Nədə ixtilaf etsəniz, فَرُدُّهِ اللّٰهَ وَالرَّسُولِ Allah və Rəsuluna qaytarın. Nədə ixtilaf etsəniz. Və yaxud da Nisa 60-ın nüzul səbəbində gəlib ki, ixtilaf etdilər. Ayət nazil oldu. Nisa 65-də Allah subhanahu ta'ala deyir ki, Fələ və rabbikə lə yu'minun Sənin Rəbbin and olsun ki, iman etmiş olmazlar. Həttə yuhakkimukə Səni hakim təyin etmədikləri müddətcə Fīmə şəcərə beynəhum Aralarında baş verən ixtilaflarda deyirlər ki, ixtilaf. Başqa bir ayətdə deyir ki, Və mə ixtələftum fihi min şey fəhukmu ilallah Nədə ixtilaf etsənəsə hökmü Allahadır. Deməli, bu səbəb ki var, ixtilaf baş verəndə mühakiməyə, kimisə hökmünə dönmək. Demək, ixtilaf baş verməyibsə, gedib şəriətdən başqa bir yerdən hökmü tələb etmək mühakimə deyil. Belə, məsələnin məğzi bundandır. Düzdür, adını, mövzunu anlaşmalı boşanma qoyurlar. Əslində, yüzlərlə məsələni bura aid eləmək olar. Çünki başqa işlərdə də anlaşmaq olur. Yəni, insan dalaşar, anlaşar. Ticarət eləyər, anlaşar. Əkinçiliklə məşğul olan anlaşar. Yüzlərlə məsələ vermək olar. Anlaşdınsa bitdi. Aramızda bizim ixtilaf yoxdursa gedib oradan bir sənətmi, bir kağızmı, bir nəsə məsələni həll eləmək, tələb etmək mühakimə deyil. Çünki ixtilafımızı bitirmişik. O belə bir fikir, belə bir düşüncə təxminən. Bu Türkiyədə məşhurdur bu mövzu. Belə YouTube-da bir dənə sorğu et görəcəksən ki, anlaşmalı boşanma danışıblar bu. Dəvətlə məşğul olan insanların çoxsu bu barədə danışıblar. İndi ən məşhurlarından Xalis Bayançıqın da bu barədə danışığı var. Dinlədim. O da həmən bu fikirdədir, həmən bu əqidədədir ki, əgər anlaşmışıqsa getmək olar. Anlaşmayanda kafir oluruq, anlaşanda kafir olmuruq. İndi əslində bunu kitaba, sünnətə qaytardıqda belə bir görüş qədimdən bu günə hər hansı bir əsrdə alimlərin sözlərində, kitablarında ya ayətlərin təfsirlərində yoxdur belə bir şey. Yəni insanlar oturub belə bir fikrə gəliblər ki, İxtilaf olanda Allah deyir ki, get, mühakim ol, Allah və Rəsuluna, tağuta da getsən kafir oradan. İxtilaf yoxdursa, demək ki, burada bir şey yoxdur. Narahatçılığa, bir zərərə yer qalmır. Əslində isə batildir bu. Kökündən batildir. Birinci məsələ 5 bənddə, 5 maddədə bunu qısa zikr edəcəm. Birinci məsələ ondan ibarətdir ki, İnsan anlaşsa da, anlaşmasa da hökm tələb edir. Bir insan, iki insan, daha çox insan tağutun hakiminin qarşısına çıxıb anlaşsalar və yaxud da anlaşmasalar yekun nəticədə hökm tələb edirlər. Şəriət də buna hökm verib, hökm tələb etməyə hökm verib.
Və tağuta mühakimə olmanın küfr olma dəlillərinə baxdıqda Allah Azza və Cəllənin kəlamında, ayətdə nə anlanır? Nisa 60 misal üçün. Niyə nazil olub? İki insan, bir yahudi, bir münafiq mübahisə edirlər. Və mübahisənin mövzusu nə idi? Bir çoxsuna sual verirsən, heç bilmirlər. Ola bilsin, heç müsəlmanların içərisində də insanlar var ki, bu incə yeri doğru bilmirlər, doğru yerinə qoymurlar. Mübahisə edənlər torpaq mübahisəsi edirdi. Ancaq əslində onların mübahisəsinin əsas səbəbi hakim idi. Biri deyirdi ki, Kəb bin Əşrəfin yanına gedək, digəri deyirdi ki, Muhammed sallallahu əleyhi və səlləm yanına gedək. Səbəb də o idi ki, münafiq bilirdi ki, Kəb bin Əşrəf rüşvət alır. Yahudi da bilirdi ki, Peyğəmbər sallallahu əleyhi və səlləm rüşvət almır. Ona görə hakimin ixtilafını etmişdilər, hakimin. Hakim kim olsun? Və hakimin ixtilafı əsnasında da ayət nazil olub. Ələm tərə iləl-ləzīnə yəz'umunə ennəhum əmənu. Gördün mü o kəslərə iddia edirlər ki, iman ediblər sənə və səndən öncə nazil edilənlərə. Nəyin ixtilafını edirdilər ki? Yəni kimin yanına gedək? Hakim seçirdilər, hakim. Allah Subhanahu taala da o əsnada ayət nazil etdi və həmən ayətin təfsirlərində belə bir maddə var. İnsanların çoxu bunu qaçırdır. Xüsusən bu şübhədə olanlar. İxtilaf olmasa, anlaşmışsansa mühakimə olmur, müraciət olur, küfür olmur. Demək, ərəb dilində belə bir feil var, ihtəkəmə deyirlər. İhtəkəmə hakim təyin etməkdir. Və bu Nisa 60-ın təfsirlərinə baxdıqda həmən o nuzul səbəbində təfsirçilər bunu zikr edirlər ki, yəni o ikisi ihtəkəmə hakim seçirdilər. Biri deyirdi ki, Kəb bin Əşrəf hakim olsun, biri deyirdi ki, Muhammed sallallahu əleyhi və səlləm hakim olsun. Və Kəb bin Əşrəfi hakim seçdiklərinə görə, yəni o münafiq onu seçirdi axı. Deyirdi ki, Kəb bin Əşrəf olsun, rüşvətlə öz işini həll etmək istəyirdi. Allah Subhanahu taala ona tağuta mühakimə olan adını verdi, hakim seçdiyinə görə. Deməli, ərəb dilində Mu'camul Gani kitabında deyilir ki, ihtəkəmə fil əmri qabilə təhkim. Hər hansı bir işdə ihtikam etmək, onun hakimliyini qəbul etmək deməkdir. Anlaşmalı boşanma olar deyən insana sonra getmək olar, hakimliyini qəbul edir. Anlaşsa da, anlaşmasa da, onu özün üçün hakim edirsən. Hakimlik də nəyin üzərində baş verir? Sənədin fəsx edilməsi üzərində. Yəni, heç ondan hökm gedib ora çatıb hökm tələb edənə qədər artıq onun hakimliyini qəbul eləmisənsə, bunun özü elə həmən mühakimə küfrünün birinci illətidir. İkinci illəti ondan hökm tələb etməkdir. Yuridunə ən yətəhəkəm ilə tağut. Təhəkəmə hökm istəməkdir. Çünki sən ora getdikdə sən ondan hökm tələb edirsən. Ya şifahi, ya yazılı. Dünyəvi məhkəmələrdə gedib insanlar hökmü şifahi tələb etmirlər. Onlara deyilir ki, otur, qarşına da bir nümunə qoyulur ki, iddia ərizəsi yaz və orada da sən həmən o hakimə müraciət edirsən, xahiş edirsən ki, bizim bu sənədimizi fəsx et. Yəni, bu da həmən o yazılı şəkildə hakimdən hökm tələb etməkdir. Sən evdə aranda olan nəyəsə ixtilafı çözsən də, talaq versən də, evi də bölsən, pulu da bölsən, uşağı da bölsən, mənası nədə ora gəldikdə yenə həmən şeyi yazırsan. Həmən o hökmü ondan tələb edirsən. Birincisi, ora gəlməmişdən qabaq sən evdə onun hakimliyini qəbul edirsən, ihtikam edirsən. Yəni, hakim kimi aranızda onu bir ölçü, hökm verən şəxs kimi təyin edirsən. Sonra gəlib ondan hökm tələb edirsən. Üçüncü də verdiyi hökmü qəbullanırsan. Üçü bir yerə cəm olur və yaxud da biri fərqi yoxdur. Hər üçü öz-özlüyündə bu mühakimə, tağuta mühakimə küfrünün illətləridir. Bir, ihtikam, hakimliyi qəbul etmək, ayətin nuzul səbəbində deyildiyi kimi. İkinci, hökm tələb etmək. Üçüncü, verdiyi hökmü qəbul etmək. Ancaq səbəbinə qayıtdıqda ki, ixtilaf baş versə edin, o səbəbdir. Çünki şəriətdə ixtilaf olmadan da qazidən hökm tələb etmək olur. Elə dünyəvi sistemdə də qazidən, məhkəmənin, hakimindən ixtilaf baş vermədən də hökm tələb edilir. Yəni, İslam məhkəməsində hakimin yanına yalnız ixtilaf olanda gəlmirlər. Hakim, misal üçün, hər hansı bir məsələ var ki, hökmün insanlar ondan soruşur, hökm verir. İxtilafsız. Misal üçün, Ramazan hilalının görsənməsini gözləyirlər İslam əmirliyində. Qazi hökm verir ki, sabah Ramazandır. Və insanlar oradan əməl edirlər. Və yaxud da hər hansı bir məsələdə insanlar ittifaq edirlər, gəlirlər hakim yanı, deyirlər ki, hökm verir. Misal üçün, bir bəldədir, bir məhəllədir, bir kənddir. İnsanlar yığışıblar, içlərindən bir dənə ən yaxşısını birini seçirlər, gəlib hakimə deyirlər ki, bunu bizim üçün məscid imamı təyin elə.
və yaxud da bunu bizim üçün bizim kəndə kəndxuda təyin eləginən. Qazı da baxır o şəriətdə əhil olan şərtlər bunda varsa hökm verir ki, bunu sizə imam təyin etdim. Ancaq insanlar ixtilaf edib gələ bilərlər. İkisini gətirə bilərlər ki, yarısımız deyirik bu olsun, yarısımız deyirik bu olsun. Hakim də baxacaq ki, imam soruşacaq Qurandan nə qədər bilirsən, sən nə qədər bilirsən, sən sünnətdən nə qədər bilirsən. Şəriətlə biləcək ki, biri o birisindən daha əfsəldir, hökm verəcək ki, o yox bu olsun. Deməli, insanlar ixtilaf olanda da gedirlər mühakiməyə, ittifaq edəndə də gedirlər mühakiməyə. Əsas odur ki, gedib buradan hökm tələb edirlər. Yəni, məhkəmənin xaricində, mühakimənin xaricində anlaşıb və yaxud da anlaşmayıb ora gəlməklərinin bir şəriətlə fərqi yoxdur. O da mühakim olur, bu da mühakim olur. İxtilaf edən də, ittifaq edən də. Çünki hökm tələb edir. Bu birinci məsələdir. Qaçırtdıqları yer. Ki, yəni, ixtilaf baş verməsə də, sən onun hakim kimi qəbul edirsən. Adını dəyişib qoya bilərsən, hakim deyil, o hökm verməyəcək. Adını dəyişib deyə bilərsən ki, mühakimə deyil, bu müraciətdir. Ancaq isim həqiqəti dəyişmir. Çünki adam hakimdir və hökm verəcək. İkinci məsələ, bu etiqadın sahibi İslam şəriətində üzərində ittifaq edilmiş bir küfür növü olan cuhud küfürünə cavaz vermiş olur. Cuhud küfürü nədir? Nifaq küfürünün əksi. Nifaq küfürü nədir? İnsanın qəlbində iman yoxdur, ancaq dilində var. Münafiq. Zahirdə müsəlmandır, batində isə kafirdir. Bu bir küfür növüdür. Nifaq küfürü deyilir buna Allahın kitabında. Allah subhanahu wa ta'ala deyir ki, yəquluna bi əlsinətihim mə leysə fi qulubihim. Onlar, yəni münafiqlər, qəlblərində olmayan şey dillərlə deyən kəslərdir. Yəni qəlbində iman yoxdur, dilində var. İndi nifaqın əksi necə olur? Küfür, cuhud küfürü. Qəlbində var iman, ancaq dilində küfür var. Münafiqin əksi bizdə bu Bakı əhli yahudilərə keçmişdə cuhud deyirdilər. Niyə? Çünki yahudilər içlərində inanırlar, İslam haqqdır, üzdə küfr edirlər. Münafiqin əksidir yahudi. Yəni, bu məsələ ilə bunun əlaqəsi nədir bir-biri ilə? Anlaşmalı boşanmaya gedən bilir ki, o tağut hakimidir. Qəlbində inanır ki, onun verdiyi hökm batildir və s. və ilə axır. Yəni, qəlbində bilir. Lakin əməlində nə edir? Küfr edir. Yazı ilə gəlib müraciət edir ki, bizim nikahımızı fəsx et. Allah subhanahu wa ta'ala deyir ki, cuhud küfrü ilə bağlı فَإِنَّهُمْ لَا يُكَذِّبُونَكَ وَلَكِنَّ الظَّالِمِينَ بِآيَاتِ اللّٰهِ يَجْحَدُونَ Ənam surəsinin 33-cü ayətində Allah subhanahu ta'ala deyir ki, ey Muhammed, onlar səni yalanlamırlar. Yalanlamırlar, yəni qəlblərində inanırlar. Lakin zalimlər dilləri ilə yalanlayır. Allah subhanahu ta'ala deyir. Yəni, ürəyində inanır, haqdır, dilində isə küfr edir. Və yaxud da başqa bir ayətdə Allah subhanahu ta'ala deyir ki, Nəml surəsində 14-cü ayətdə وَجَهَدُوا بِهَا وَإِسْتَيْقَنَتْهَا أَنْفُسُهُمْ ظُلْمًا وَعُلُوًّا Onlar öz nəfslərində yəqin inandıqları bir şey dillərində küfr etdilər. Bu cuhud küfrüdür. Anlaşmalı boşanmaya cavaz verən insan cuhud küfrünə cavaz verir. Cuhud küfrünə, cuhud. Yəni, qəlbində tağut məhkəməsinin batil olduğuna inanır və ona mühakimə olmadığı zənnindədir. Lakin sözündə gəlir ondan xahiş edir, yazılı şəkildə ki, bizi boşa. Cuhud küfrünə cavaz vermiş olur. Demək, birinci məsələ anlaşmaq, anlaşmamaq fərqi yoxdur. Bu mühakimədir. İkinci məsələ, burada ihtəkəmə maddəsi var. Nisa 60-ın nuzul səbəbində təfsirçilər bunu zikr ediblər ki, burada nəinki ondan hökm tələb etmək, hökm tələb edənə qədər ona əgər hakim kimi razısansa mühakimə olunmağa artıq bu küfürdür. Elə tağuta mühakimə küfürünün 3 illətinin birincisi başlanğıcı budur. Üçüncü məsələ bu cuhud küfürünə cavaz verməkdir. Dördüncü məsələ insanlara sual verirsən ki, sən bunu deyirsən. Anlaşanda gedib tağuta mühakimə yox, müraciət eləmək olar, hər hansı bir sənədə fəsx etməkdən ötürü. Deyirsən ki, bu ayətlər 1400 ildir Musafda var. Və əsrlər boyu bunu alimlər təfsir ediblər. Ta sahabənin, tabiinin vaxtından bu günə qədər. Hansı səhabə, hansı tabiin, hansı imam, 4 məzhəb imamı, ya orta əsrlərə gəlirsən İbn Teymiyyənin zamanı, sonra gəlirsən yaxın əsrlərə Nəcd üləması, bugünkü günə qədər kim deyib bu şeyi? Hansı alim deyib ki, tağuta gedib ixtilaf olmasa geçsən, oradan hökm tələb etsən, nə bilim bir sənədə fəxr etməkdən ötürü bu mühakimə deyil. Heç kim bunu deməyib. Bu Türkiyədəki dəvətçilərin belə bir pis xüsusiyyəti var. Baxırsan ki, dəvətlərində alimlərdən pay yoxdur. Yəni özləri istifadə edirlər. Müasir məsələlərdə
çətin məsələlərdə istifadə edirlər və baxırsan ki, bunlardan qabaq əsrlər boyu bunu heç kim etməyib. Yəni, sual verirsən, deyirsən ki, bir müsəlmanın haqqıdır, yeni bir nəvəzil deyirlər. Yəni, müasir bir mövzu ortaya çıxdıqda birisi deyəndə ki, bu küfürdür, ya küfür deyil, haqqın var, tələb edəsən ki, yəni bu kimdir bunun imamı? Əhməd ibn Həmbəl rahiməhullah öz ətrafında olanlara, tələbələrinə deyir ki, İyyəkə ən tətəkəlləmə fi məsələtin leysə ləkə fiyhə imam. Deyir ki, sizi heç bir məsələdə hansı ki, imam yoxdur, imamınız yoxdur, danışmaqdan çəkindirirəm, qadağan edirəm. İndi bu adamlara sual verirsən ki, bu kim deyib bunu? Hansı möhtəbər bir əhl-i sünnət alimi deyib ki, ixtilafsız tağutdan gedib hökm tələb etmək müraciət olur və bu küfür olmaqdan qurtarır, küfür olmur. Heç deməyib bunu. Bu 4-cü məsələdir. 5-ci məsələdə belə etiraz edirlər. Deyirlər ki, deyirsən, tağutun məhkəməsində zaks sənədini, kəbin kağıdını fəsx etmək ilə tağuta mühakimə olunmaqdır. Deyir, bəs tağutun başqa bir orqanında, qeydiyyat orqanında gedirsən, evlilik qeydiyyat edirsən, nə bilim, evdə qeydiyyata düşürsən, yaşayış yeri kimi. O niyə küfür olmur ki? Onu buna qiyas edirlər. Və qiyas da batildir. Niyə? Çünki şəriət, Allahın kitabı tağuta mühakimə olanı təşkil edib. Tağut dövlətinin hər hansı bir sistemində, idarəsində qeydiyyatda olmağı küfr adlandırmayıb. Peyğəmbər sallallahu əleyhi və səlləm Məkkəli idi. Və Məkkədə, yəni oralı olduğuna görə ordunun yaşama hüququ var idi. Peyğəmbər sallallahu əleyhi və səlləmin zamanında Məkkədə Məkkənin qanun qaydasını Darul Nədəvə nizamlayırdı. Darul Nədəvə. Peyğəmbər sallallahu əleyhi və səlləm də Məkkəli idi. Və Məkkəlilərin dinini pislədiyinə görə Məkkə xalqı düşmənçilik, Məkkənin əmirləri Darul Nədəvə Peyğəmbərlə düşmənçilik edirdi. Və Əbu Talib də Peyğəmbər sallallahu əleyhi və səlləmin əmisi, Peyğəmbərin Məkkədə yaşamaqdan ötürü kəfili idi. Allah Rəsulunun əmisi Əbu Talib vəfat etdikdə Peyğəmbər sallallahu əleyhi və səlləm Taifə getdi. Taifdən qovdular. Bir də Məkkəyə qayıtdıqda buraxmadılar. Dedilər ki, yəni sənin vətəndaşlığına xitam verilib. Müasir təbirlə desək. İndi də orada bir insan gedir, hardansa qayıdır, deyirlər vətəndaşlığına xitam verilib. Gələ bilməzsən bu ölkəyə. Deməli, Məkkədə yaşayan Mutim bin Ali adında bir yaşlı bir insan, bir hörmətli bir insan gəlir Peyğəmbər sallallahu əleyhi və səlləmə yenidən kəfil durur, Peyğəmbər bir də Məkkəyə daxil olur. O zaman bu işlər şifahi baş verirdi. İndi yazılı baş verir, çünki insan çoxdur. O dövrdə kim deyil. Ancaq şəriətlə bir məsələnin, bir hadisənin şifahi və yaxud da yazılı baş verməsinin heç bir fərqi yoxdur şəriət mizanında. Və Peyğəmbər sallallahu əleyhi və səlləm Məkkəyə Mutim bin Adiyin kəfilliyi ilə bir daha daxil olub yaşamağa girdikdə, həmin o icazəni verən orqan Darul Nədəvə idi. Qeydiyyatdır. Demək ki, bu halaldır. Bir küfür dövlətində bir müsəlman orada doğulubsa, oranın vətəndaşıdır. Və həmin o küfür dövlətinin vətəndaşlıq kağızını hər hansı bir küfür qurumu verirsə, bir dövlət qurumu verirsə, Peyğəmbər onu şifahi alıbsa, bir gün bir onu yazılı alan müsəlman halal bir iş görür. Təbii ki, orada küfür, əgər əhdləşmə, söz, vaxt, bunlar istisna. Sırf yaşamaq üçün icazəni almaq bu küfür deyil. Ona görə də bu qeydiyyatı mühakiməyə qiyas eləmək doğru şey deyil. Biri şəriətdə əslən var, halal bir şeydir. Ancaq tağuta mühakimə olmaq, ondan hökm tələb etmək də bu isə başqa bir şeydir. Bunun ikisini bir-birinə müqayisə etmək doğru deyil. Çünki eyni şeylər deyil. Xülasə mövzunun sualın cavabı ondan ibarətdir ki, insan tağutun məhkəməsindən istəyir, anlaşdı, getdi, hökm tələb etdi və yaxud da anlaşmadı. Şəriət mizanında, şəriət tərəsində bunun fərqi yoxdur. Çünki ixtilaf məsələsi həmən ayətlərdə səbəb kimidir. Yəni, ixtilaf baş verdikdə Allah Azza və Cəllə əmr edir ki, Allaha və Rəsuluna dönün. Və ixtilaf baş verdikdə tağuta dönənləri təşkir edir. Allah Subhanahu wa Ta'ala imanlarını boş adlandırır. Lakin məsələnin özü hökmün illəti. Səbəb deyil, ixtilaf deyil. Məsələnin küfr olma illəti hakim seçməkdir. Hakim seçməkdir. Məsələnin küfr olma illəti hakimdən hökm tələb etməkdir. Məsələnin küfr olma illəti hakimin verdiyi hökmdən qəbullanmaqdır. Onu tətbiq etməkdir, infaz etməkdir. İnsan arasında baş verən ixtilafı çözdükdən sonra tağutun məhkəməsinə gedir, hakim seçir. Heç ora gedməmiş küfr edir.
İkinci gedir ondan hökm tələb edir. Nə olsun ki, sən evdə anlaşmısan? Sən ondan hökm tələb edirsən və yazılı tələb edirsən. Və sonra da o sənə hökm verir və sən də hökmü qəbullanırsan. Deyirlər ki, anlaşıldıqda küfür olmur. Əslində, həqiqətdə heç anlaşılmayıb. Niyə? Çünki əgər insan anlaşıbsa, niyə gedir ki ora? Demək ki, bunların arasında o zaksı fəsx etmək anlaşmamazlığı var ki, ora gedirlər. Əslində anlaşmıyorlar. Adını anlaşma qoysalar da belə, əslində anlaşmayıblar. Ancaq əl-mühim anlaşsalar da, anlaşmasalar da tağuta mühakimə olurlar. Tağuta mühakimə olmaq da kitab və sünnətdə açıq bir küfür. İslam hazır nəqid bir əməldir. Yalnız mötəbər bir ikrah durumunda mübah ola bilər. Bitdi. Yəni bu əqidə sahibləri dində olan, dindən bilinən zəruri bir məsələdə küfrə yol verirlər. Yəni ayətin üzərindən batılcəsinə bir istifadə edirlər ki, ixtilaf baş versə, keçsən, kafir olsan, ancaq ittifaq baş verəndə gedib mühakimə ola bilərsən. Nəyə bənzəyir? Bir kahindən gedib qeyblə bağlı olan bir məsələni soruşmaq, soruşduqdan sonra da onun dediyini təsdiqləmək küfürdür. Kitabda, sünnətdə Allah və Rəsulü bu əməlin sahibinin, bu əməlinin, bu sözünün, bu etiqadının küfür olduğunu hökm verib. Kənardan baxırsan, bir insan kahinin yanına gəldi, bir müsəlman, dedi ki, uşağım itib, yerini soruşuram səndən. Kahin də buna qeybdən xəbər verir ki, uşağın falan yerdədir. Və bu adam da onun dediyini təsdiqləyir. Nə hökmü verir şəriət bu adama? Kahinə soruşdu, kahinin dediyində qəbullandı, küfür etdi. İndi bunun ardınca bu adam qayıdıb bir də ki, mən uşağın yerini bilirdim, elə-belə soruşurdum. Həmən bu anlaşmalı boşanma küfür deyil deyənlərin gərək buna da hökm verməyək. Niyə? Çünki o uşağın yerini bilirdi, elə-belə soruşurdu. Bilə-bilə soruşurdu, anlaşmışdı. Ancaq bu keçərli üzr deyil. Niyə? Çünki sən küfür etdin. Kahindən soruşdun, sual verdin, dediyini də təsdiqlədin. Çox buna misallar vermək olar, lakin ehtiyac yoxdur. Sual, başda dediyim kimi, Bingöldə, Türkiyədə bir müsəlman soruşdu, sual verdi. Dedi ki, burada bu məsələ tövhid cəmaatlarının arasında bir həll olunmayan problemli bir məsələdir. Xahiş etdi ki, buna bir cavab verim. Sonra baxdım ki, burada da yayılıb bu, üst-üstə düşdü. Əslində belə mövzulardan danışmağı sevmirəm. Niyə? Çünki bu savunma məsələsidir. Bu ümumiyyətcə bu məhkəmə ətrafında baş verən mövzular. Onsuz da bu insanlar əksəriyyətə cahil insanlardılar. Danışdığımızda heç çoxsunu doğru başa düşmürlər. Biz başqa şey danışırıq, bunlar başqa şeyə inanırlar. Pis xislətli, pis xasiyyətli insanlar dediklərimizi pis yerə yozurlar. Baxırsan insanlar heç dinini öyrənmir, nə Quran oxuyur, nə dindən, elmdən anlayışı var. Elə mövzular ancaq budur. Ancaq məcbur qanada danışırıq. Görürsən artıq bu baş verib, hamı deyir ki, bunu danışmaq lazımdır. Məcbur qalıb danışırıq. Danışılırsa o qədər mövzu var ki, faydalı mövzular var. Bu mövzular əslində müsəlman üçün necə olmalıdır? Hər bir sıravi bir müsəlmandan ötürü. Bir müsəlman, bir muvahhid, tövhid əhli olan bir müsəlman bilir ki, Allahın kitabında tağuta mühakimə olmaq küfürdür. Bitdi. Buna inanır. Kifayət edir bu insana. Yəni bir həyatda ola bilər, başına bir iş gələr, onda gedər, bilən adama sual verər ki, mən başıma bir iş gəlib. Necə aparım özümü? Məhkəmə ilə bağlı. Necə edim ki, küfrə düşməyim? Bu artıq canlı həyatdır ki, fətva ilə həll olur. Ancaq əqidə olaraq, əqidə fətva ilə həll olmur. Əqidə insan kitabdan öyrənib ki, tağuta mühakimə olmaq küfürdür, bəsdir bu qədər. Ancaq təfərrüatı var insanlar ki, bu qədər xırdaçılığa gedirlər. Bunlar hamısı şeytani ab-havadır. Sadəcə məcbur qalanda artıq soruşurlar ki, yəni bu məsələ deyirlər ki, anlaşanda tağuta gedib mühakimə olmaq, müraciət eləməkdir. Bu da küfür deyil, kökündən yalandır, batildir. Hər bir halda tağutun məhkəməsinə getmək küfürdür. Hakim seçmək küfürdür. Hökm tələb etmək küfürdür. Həmən hökmü qəbullanmaq küfürdür. Anlaşdın və yaxud da anlaşmadın, fərqi yoxdur. Bu şəfaət mövzusunda insanlar hər dəfə özlərini təbrir edib, təmizə çatmadan ötürü gətirdiyi şübhələr var. Əgər desə ki, Allah razı qalsa, deyilsə, belə olsa, elə olsa, mənə də seçsə. İndi bunlarda da belə bir şey var. Gəlib satıb mənə eşitdiyim qədərində deyirlər ki, biz onda gedərik, baxarıq, görək orada küfür varsa qayıdıb gələrik. Sən bilmirsən, tağuta məhkəməsində küfür orada. Hala gedib baxırsan, nəyə gedib baxırsan? Deyir, biz gedək, baxaq, görsək orada küfür var, qayıdıb gələrik. Sən məscidə gedirsən, sən hala gedirsən ki, İslam mədrəsəsinə gedirsən, gedib baxarsan. Sənin getdiyin yer ilə küfürdür, tağut məhkəmədir. Nəyə gedib baxırsan ki, gedim görüm orada küfür var, yoxsa yox.
Bu da batıl bir şübhədir. Sənlər ora gedirsən, gedin baxım. Gedəndə artıq sən nə məqsədlə gedirsən? Deməli getdin birdən baxsan görsən o kağız-küğüzdə küfür yoxdur, hakimdən tələb eləyəcəksən də bizi boşa. Elə küfürdür. Sən artıq elə o gedib baxana qədər artıq o fikirdəsən, evindən tərpənmirsən, gedim onu hakim təyin edin, bizim sənədi fəsx etsin. Artıq bunun özü küfürdür. Ona görə bu etiqadda olan insanlar bu etiqadları ilə küfr edərlər. Buna dəvət edənlər də bu şübhəyə düşənlərdir. Yəni bir müsəlman bilməlidir ki, tağutdan anlaşsan da, anlaşmasan da hökm tələb eləmək olmaz. Ona hakim təyin etmək olmaz. Anlaşmalı boşanma bax budur, bunu qəsd edirlər. Türkiyədə məşhur mövzu indi burada gəlib çıxıb, məsələn belə məğzi bundan ibarətdir. Tağutun hakimindən anlaşsan da, anlaşmasan da ondan hökm tələb eləmək küfürdür. Allah Azza və Cəllənin kitabında belədir. Hər bir müsəlmanın əqidəsi də belə olmalıdır. Subhanakallahumma bihamdik, əşhədu ən la ilahə illə ənt, əstəğfiruka və etûbu ileyk.